Dostlar, sizə bugün öz istifadə etdiyim məhsuldan danışmaq istəyirəm. Bu bizim şirkətimizin təbii probiotik Elbifid. Tərkibində lakta və bifida bakteriyalar var, hansı ki bizim bağırsaq mikroflorasını bərpa edir. Baxın, bir qutunu ucu qutaracağım, ikinci qutuda istifadə edəcəm və bir şey bildirmək istəyirəm. Hansı hallarda bizim bağırsaq mikroflorası pozula bilər. Bu, təbii ki, antibiotiklərin uzun müddətli və ya nəzarətsiz qəbulündə, zərərli və qeyri-balanslaşdırılmış qidalanma, məsələn, fast foodlardır, şəkərli yeməklərdir, qazlı içkilərdir, stres və yuxu rejiminin pozulmasında, infeksiyalar və bağırsaq xəstəlikləri, sonra zəif immunitet sistemi və hormonal dəyişikliklər, bu da bağırsaq mikroflorasını pozur. Ondan sonra pis həyat tərzi və vərdişlər, siqaretdir, alkoqoldur, ondan sonra az hərəkətlər, su balansı az səviyyədə olanda bunlar da mikroflorasına mənfi təsir göstərir. Nəticədə nə olur? Qəbizlik və ya ishal, qaz və şişkinlik, yorğunluq, baş ağrısı, dəridə problemlər də ola bilər, sızanaq, allergi və əsas da immunitet zəifliyi. Onun üçün də bu Elbifid məhsulu həm uşaqlar, həm böyüklər, hər kəs profilaktikdə istifadə edə bilər. 15 dənə kapsuldur, bir kapsuladan profilaktikada istifadə edirik. Problem olanda artıq gündə 2 kapsul biz istifadə edə bilərik. Bu müalicə kursu, yəni bu profilaktikada istifadə etmək ən azı heç olmasa 1-2 ay davamlı olaraq istifadə etmək məsləhətlidir.